Herkes salam, necəsiniz? Bugün sizinlə birlikdə gördüyünüz kimi Azərbaycan dili 5-ci sinif səhifə 50 işləyəcək. Gəlin başlayaq. Burada bir A tapşırığına baxaq. Səyahət etdiyiniz yerlərin diqqətinizi daha çox nələr cəlb edir? Əslində bu sizə aid bir sualdır. Lakin mən qısa bir ipucu da verim sizə. Öz fikirlərimlə, yəni hansısa bir ölkəyə və ya gedəcəyiniz bir yer, rayon, xaric və s. kimi yerlər, ora getdiyiniz zaman sizin daha çox nələr cəlb edir? Məsələn, ən çox nələr diqqətinizi cəlb edir? Məsələn, tutaq insanların davranışı, onların yeməkləri, milli geyimləri və s. Keçək bir kitabın üz qabağına baxın, annotasiyaya oxuyun, aşağıdakı suallara cavab verin. Alexander Dumas dünya şöhrətli fransız yazıçıdır. O, Qraf Monte Cristo, 3 Müşketor, Dəmir maskalı adam, Qara zambaq kimi məşhur əsərlərin müəllifidir. Səyyah etməyi çox sevən Alexander Dumas Azərbaycana gəlmiş, ərazimiz, tariximiz, xalqımız, adət-ənənələrimizin tanınmış şəxsiyyətlərimiz haqqında öz təsəvvüratlarını qələmə almışdır. Qafqaz səfəri kitabın yazısı səyyahın qol qeydlərinə Azərbaycanla bağlı olan hisslərini daxil etmişdir. Görəsən bu səyahət yazısının yaddaşında hansı hissləri qoymuşdur? Dumas Azərbaycanı necə təsvir etmişdir? Başlayaq. Alexander Dumas kim idi? Alexander Dumas kim idi? Baxay, Alexander Dumas dünya şöhrətli fransız yazıcı. Mən qısaca yazdım. Fransız yazıcı. Fransız yazıcı. A. Dumas'ın əsərlərinin müəllifi, əsərlərin müəllifidir. Hansı əsərlərin müəllifidir? Burada vaxt getməsin deyə mən burada işarələyirəm. Hansı əsərlərin bu əsərin müəllifidir? Müşketor, Dəmir maskalı adam, Qara zambaq əsərinin müəllifi olmuşdur. Bunlar ikinci sualın cavabıdır. İşarə qoyum ki, ikinci sualın cavabı burada. Aha. Annotasiyada hansı cümlələr sizdə kitabı mütaliə etmək hissi yaratdı? Bu da sizə aid sualdır. Bunu etmirəm. Ona görə sizində. Sizə Azərbaycan xalqının adət-ənənələri, yeməkləri, əczabi hisslərini diqqətini cəlb edə bilər. Bu yazım. Bir dəqiqə, rəngi dəyişdirim, qoyacağız. Yazıram. Öz fikirlərimi yazsam bura. Çünki o biri də sizə aid idi. Heç olmasa dedim bu yazdım. Qonaq. Sonra qonaqpərvərlik, sonra duz, çörək, adəti, bunlar və s. kimi. Keçək mətnə. Qafqaz səfəri. Tez-tez oxuyacağım ki, vaxt çatsın. Hələ bunu çoxlu tapşırıqlarımız var da. Elə ki, 52-də bu tapşırıqlarda cılçıdı edib video bitirərik. Tez-tez oxuyuram, üzr istəyirəm. 1858-ci ilin ortalarından 1859-cu ilin əvvəllərinə kimi Rusiya və Qafqaza səyahət etmişəm. Səfər zamanı rəssam dostum Jean-Pierre Monnet mənə müşahidə edirdi. Azərbaycanla ilk tanışmamız Dərbətdən başladı. Dərbətdən sonra Qubaya getdik. Qubadan baxanda Qafqaz dağlarının ən uca zirvələri, həmçinin başqarılı əzəmətli Şahdağ zirvəsi açıq aydın görünürdü. Şəhərdə 10.000-ə yaxın ailə yaşayırdı. Qubada ticarətin əsas hissəsini qadınların toxunduğu xalçalar və mahir silah ustaları hazırladıkları xəncərlər təşkil edir. Qubada çıxıb Bakıya üz tutduq. Yol üstündə Sumqayıt adlanan bir yerdə Tərkəmən düşərgəsi ilə rastlaşdıq. Dincəlmək üçün fasilə vermək qərarına gəldik. İlklərin şübhəsi çoxdan bizim gəlişimizi düşərgələr
düşərgədən xəbər vermişdi. Düşərgə əhli bizi gülərək qarşıladı. Biz onlara müraciət etdik. Sizin yaxınlığınızı düşərgə sala bilərikmi? Harda istəsəniz orada yerləşə bilərsiniz. Düzənlik hamıya məxsusdur. Kim istəsə istifadə edə bilər. Bəs düşərgənizə baxa bilərikmi? Əlbəttə, buyurun, götürün, üstünüzdə yeriniz var, deyə bizi içəri dəvət etdilər. Biz yaxınlıqdakı köç yerinə tərəf irəlilədik. Orada yaşayanlar şam yeməyi üçün düz çörək bişirdilər. Bu əməliyyat çox cəld icra olunurdu. Xəmirdən yumruq boyda bir tikə alıb yumurlardılar. Onu nazik hamar ağacda yayırdılar. Daha sonra təbirə oxşayan dəmir tənəkənin altına yanan kömür yığıb qızdırır, nazik yalmış xəmiri onun üstünə qoyub bişirirdilər. Xəmirin bir üzü bişdikdən sonra çevirirdilər ki, o biri üzü də bişsin. Bişmiş çörəkləri tənəkədən götürüb bir-birinin üstə yığırdılar. Onları isti-isti yeyəndə ağız xıçıldayır. Bir növ biz tərəflərin kənd şənliklərində bişirilən kökələrə oxşayır. Bir neçə adam ocaq qırağında dövrə vurub oturmuşdu. Biz yaxınlaşdığımızı görən kimi onlar biri yerindən qalxdı. O əlini duz çörəklə bizə tərəf gəldi. Biz duz çörəyi qəbul etdik və onlar kimi ocağın ətrafında dövrə vurub oturduq. Onlardan biri quzu ətindən bir parça kəsib xırda-xırda tikələrə böldü və çörək bişirdikləri dəmirin üstünə ət düzdü. Ət tüstülənməyə, cızıldamağa başladı. 5 dəqiqə sonra artıq o bişmişdi. Bizi işarə ilə başa saldılar ki, biz bunu sizin üçün hazırlayırıq. Biz tikələrini götürüb çörək arasına qoyduq. Ləzzətlə yedik. Qonaqlıqdan bitdikdən sonra biz ev sahiblərinin əlini sıxaraq onlardan ayrıldıq. Bizim üçün yola çörək də qoydular. Tərkəmələrin adətinə görə qonağa təkcə şam yeməyi vermək kifayət deyil. Onlar qonağı sabahki günün naharı üçün də hər şeylə təmin edirlər. Bakı istiqamətində yolumuz davam etdik. Növbəti təpəyə qalxanda qarşıda Bakı şəhəri görüldü. Odun ədəbi yandığı yer atəşgah Bakıdan 26 verstlik məsafədədir. Buna aşırtpərəstlərin müqəddəs məbədi sayılır. Bakıda ticarətin əsasını ipək, balçaq, şəkər, zəfəran və neft alveri təşkil edib. İl ərzində 16-18 min fut zəfəran istehsal olunur. Zəfəran girvəsənki 8-12, hətta 14 frankada da satılır. Onun küncüt yağı ilə qarışdırır. Hamar yaslı kökələr hazırlardır. Səfərdən çıxanlar da bunu götürməklə faydalanır. Başdan Şamaxıya, oradan Nuxaya səfər etdik. Nuxa yaddaşımızın ekotist yeməyi ilə qaldı. Bizim Parisin künclərində qızardılmış kartof satılanlar kimi Nuxa küçələrində dükkanların arasına gəlir. Şişlik ustaları da var. Şişliyin elə gözəl ətri var ki, bu ətrin burnuma dəyin kimi özümü saxlaya bilmirdim. Tox olsam da bir neçə tikə yeyərdim. Nuxadan keçən səyyahlar təmiz havada doyunca şişlik yeyin. Qafqazdan adam şişliyə etinassız yaşar. O qədər iştahla yemir. Ancaq sizin əlinizə belə fürsət düşsə, məsləhətim budur. Ondan istifadə edin, doyunca yeyin. Əgər bu sətirləri yazdığım zaman yanımda bir boş qab Nuxa şişliyi də olsaydı, heç bilirsiniz necə bayram edərdim. Heyf ki yoxdur. Yeni şeylər öyrənmək üçün səyahət edirəm. Hardansa dadlı bir yemək rast gələndə bir gün çap etdirəcəyim Kulnika ilə kitabını zənginləşdirmək üçün həmin resepti istəyirəm. Ona görə də şişliyin reseptini işlədim. Şişliyin reseptini məncə özünüz oxuyarsınız. Keçək biz bir dəqiqə. Ay çaşdım, bağışlayın. Azərbaycan xalqı igidliyi, qonaqpərvərliyi, yüksək mədəniyyəti ilə məni valeh etdi. Əgər yolunuz bura düşsə, Azərbaycan ilə ticarət etmiş olsanız, əmin olun ki, sizə heç bir sənəd imzalamaq lazım deyil. Azərbaycanın bir sözü kifayətdir, çünki onlar verdiyi sözü sadiqdir. Yenidən Azərbaycana qayıtmaq ümidi ilə vidalaşır. Keçək indi C tapşırığına çox şükür, axır ki, bir dəqiqə buraları pozum, mən neynədim. Mətndə çörəyin bişirilməsi səhnəsini bir daha oxuyun. Aşağıdakı izahlara əsasən A dümanı təsvir etdiyi əşyaların adını müəyyən edin. Bir, üzərində nəsə bişirmək üçün ortası qabarıq, dairə şəkilli dəmir lövhə, xəmir yaymaq üçün işlədilən, ortası ucu getdikcə nazikləşən. Bu niyə belə oldu ya, bilmədim. Üzr istəyirəm, nəsə problem yaşadı. Baxın da.
Aha, xəmir yaymaq üçün işlədilən ortası yoğun ucları getdikcə nazlaşan taxtamir sonradan yaymaq üçün yassan yumru hala salınmış xəmir parçası. Burada cavab mən öz fikrimlə deyəcəm. İkincidir məncə. İkinci. A. Aleksandr Dumanın təsvirinə əsasən düşərgəlikdə bişirdiyin çörək növünün adını təxmin edin. Düşərgəlikdə bişirdiyi çörəyə baxa bir dənə. Hansı çörəkdir o? Üçün çörək bişirilər. Aha, bura xəmirdən yumruq boyda tikə onun nazik hamar ağızlı yəni. Aha. Bu məncə uşaqlar. Başlayayım. Bu məncə sacdır. Ya yuxadır, ya da sacda çörəkdir. Yazaq sacda. Ay sac yazacağam ay. Sac. Sac cavab. Duz çörək kəsmək ifadəsi mənasını təxmin edilsə, qonaq duz çörəklə qarşılamaq Azərbaycanın hansı xüsusiyyətini göstərir? Bu bir Azərbaycanlıların xüsusiyyətidir. Elə ki, qonaq gələndə qonağı duz çörəklə qarşılayır Azərbaycanlılar. Bu əslində Azərbaycanlıların qonaqpərvərliyini göstərir də. Yəni Azərbaycanlıların bu bir qonaqpərvərliyidir sizə deyim. Hə, bu yəni adlanar ki, burada yazaq qonaqpərvərlik. Qonaqpərvərlik və mehribanlıq xüsusiyyətini göstərir. Mehribandılar, qonaqpərvərdirlər. Çünki niyə mehriban adətində göstərir? Çünki onlar mehribancasına onu dəvət eləyirlər. Baxın, orada da göstərir deyəm. Onları duz çörəklə qarşılayırdılar. Onlar da duz çörəyi qəbul etdilər. Qonaqpərvər şəkildə qarşıladılar. Və bu da mehribandır. Mehriban şəkildə də yazayım. Mehriban. Все, bitti tapşırıqlarımız. İstəyirsinizsə tapşırıqları bir daha üstündən gedək. Amma məncə getmək üstünə heç bir mənası yoxdur. Neyse. Sağ olun, görüşəndək. Video bəyəndinizsə kanala abunə olub like atmayı unutmayın. Bye bye.